Hər bir kəsə salam, əziz dəyərli yoldaşlar, buraxılış imtahanına hazırlaşan abituriyentlər. Bu günlərim sizə complex object, yəni mürəkkəb tamamlıq mövzusundan bir sınağın, 30 sualın izahına baxacağıq ki, görək məsələ burada nə yerdədir. Qaydaları onsuz da özünüz bilirsiniz, yəni bu ümumi qaydaları sadəcə tətbiq edəcəyik. Ordered var, uşaqlar. Ordered 3-cü qrupdur. Deməli, variantlara baxanda 3-cü qrupda biz bilirik ki, nə işlənəcək? 3-cü qrupda biz to işlədirik. Bunu bilmək lazımdır ki, kompleks obyektdə işlənən, mürəkkəb tamamlıqda işlənən fiil heç vaxt şəxsə və kəmiyyətə görə dəyişməz. Yəni, belə bir şeylər görə bilməzsən. ING və ümumi dəyişməyən versiyası birinci və ikinci qrup fiillərə aiddir. Ona görə cavabım olacaq C variantı. Birinci sualın cavabı oldu C. Güman edirəm ki, aydındır. Bu sual, baxaq, bilirik ki, obyekt alışdırmalıdır fiildən sonra. Yəni, C variantı buna görə çıxacaq. Letdən sonra fiil dəyişməyəcək, nə şəxsə, nə zamana, kəmiyyətə görə. Cavabım olacaq A variantı. To da zaten bilirsən ki, 3-cü qrup feillərdə işlənir. Here sözünün keçmiş zamanı heard. Bu zaman fiil ya dəyişmədən işlənəcək və yaxud da ing ilə işlənəcək. A variantında ing ilə işlənmişdir. Baxaq 4-cü suala, maraqlı sual. So bilirəm ki, 2-ci qrup feildir və mən hələ varianta baxmamış, keçmiş zaman gördüm, çıxdım. Qalan variantlar hələ ki, ilkin versiya üçün düzdür. Burada and var. Uşaqlar, onu bilmək lazımdır ki, and olduğu təqdirdə hər iki tərəf eyni olacaq. Yəni, stand holding olmaz. Burada held sözü keçmiş zamana keçir, bu da olmaz. Bu da olmaz. Keçmiş zamana keçir, cavabımız olacaq Y variantı. 4-cü sual isə Y variantı oldu. Baxıram 5-ə. 5-də isə məsələ nədir? 5-də məsələ odur ki, baxın, burada to var. Deməli, mən to ilə işlənən götürəcəm. Make and let avtomatik olaraq çıxdı. Cavabım olacaq 2 və 4. A variantı. Baxaq 6-cı suala. Bu tip suallar həqiqətən maraqlıdır, qəşəng suallardır. So-dan sonra to gəlməz. 1, ona görə səhvdir. Here-dən sonra singing 2 düzdür. I want-dan sonra to try 3 də düzdür. 4-dən sonra so-dan sonra burada məsələ nədir? Were flying. Keçmiş zamandır, cavab olacaq 2, 3 variantlarda yoxdur. Amma onu da qeyd edin, yorumlarda bilirəm ki, qeyd edəcəksiniz. Əvvəlcədən bildirim sizə. Baxaq 7-ci suala. 7-ci sualda nə istəyir bizdən, yoldaşlar? Would you like? Would you like istərdim deməkdir və 3-cü qrup feildir. Ona görə C, Y variantları getdi. To ilə işlənəcək. And varsa, buradakı to hər ikisinə aiddir zaten. Ona görə A da getdi. B-də getdi. Becoming olmaz. Cavab olacaq D variantı bu şəkildə. Baxaq 8-ci suala. Uşaqlar, bu sual çox adam götürür, A variantı yazır, meydi görən kimi. Belə deyil. Məsələ nədir burada, əziz yoldaşlar? Məsələ ondan ibarətdir ki, 2 fiil yanaşı gələrsə, ortaya to girir. Yəni, ona görə cavab olacaq burada to-do. Baxmaq istəyirəm 9-cu suala. 9-da nə deyir? Let-dən sonra to gəlməz, making gəlməz, makes gəlməz. Burada da make var. Make feilinə görə qoyacağım. Make-dən də sonra to gəlməz. Cavab olacaq C variantı. Rahat bir sual. Amma uşaqlar çox variantlara baxmır deyə bunu da səhv eləyirlər. Yoldaşlar, biz demişik ki, nə gəlməlidir? Obyekt al.
Aynen. C-ni obyekt olmadığına görə çıxırıq. Make-dən də sonra heç nə gəlməz. Onun üçün cavab olacaq D variantı. Baxaq 11-ə. Expect sözü var. Expect var. Deməli, avtomatik olaraq 3-cü qrup feil olduğuna görə to finish variantı olacaq. 11. 12-ci suala baxaq. 12-ci sualı nəzər yetirək. So-dan sonra to gəlməz. Heard-dan sonra his call bu qalsın. Expect-dən sonra to gəlməlidir. C getdi. So-dan sonra to gəlməz. D getdi. Heard-dan sonra knocking. İndi gəl baxaq B-yə. Yoldaşlar, B-nin səhv ondan ibarətdir ki, burada his yox, him olmalıydı. Çünki mənə obyekt lazımdır. Ona görə B-də getdi, cavabım oldu Y variantı. Xüsusi düşünülmüş, qəşəng bir sual idi. 13-ə baxaq, 13. Here-dan sonra adi qaydada say. Yəni, ya da saying var idisə o, is saying niyə olmaz? Çünki is saying zamandır. Let-dən sonra birbaşa fiil gəldiyinə görə, amma cavablarda yoxdur bu yox, tamam. We çıxdı, used işlənməz, using işlənməz, not işlənməz, not olsa to olmalıdır, çünki feillər yanaşı gəlir. Cavab oldu D variantı. Baxaq 15-ci suala. 15-ci sualda nə deyir bizə? Asked var. 3-cü qrupdur. To listen variantım, düzgün variantım oldu. Baxaq 16-cı suala. Made var. Adi qaydada bu cavabı yazacağıq. Yəni dəyişməyən. Demək, 17-yə baxdıq, 18 tipli suala baxdıq. Gəlin 19-da notice sözünü görmədik heç. Notice-dən sonra uşaqlar bilirik ki, ya ing-li və yaxud da dəyişməyən olacaq, yəni Y variantı. Baxaq 20-ci suala. 20-ci sualda isə told var. Deməli, yoldaşlar, bu da 3-cü qrup feili D variantı. Baxaq, here sözü varsa, ya making olacaq və yaxud da adi make variantı olacaq. B variantı. 22. Notice sözündən sonra ya dəyişmir və yaxud da ing qoyulur. Baxaq, dəyişmir A variantı. Baxaq 23-cü suala. Yenə made-lə feil yanaşı gəldiyinə görə to do variantı olacaq burada. İndi baxaq 24-də. 24-də isə make var. Deməli, heç nə dəyişməyəcək. Yəni C variantı. 25 var. Expect-dən sonra he gəlməz. His gəlməz. Him gəlməlidir və to gəlməlidir. D variantı. 26-da. 26-da bu suallarda görürsən ki, burada do var. Yəni, heç nə işləməyib. Ya, deməli, ya make olacaq, ya let. Yəni, cavab Y variantı. Let-dən sonra to gəlməz. Let-dən sonra ing gəlməz. Bunları bilirik. Gəl baxaq, çıxaq. And var. And varsa, deməli, hər ikisi eyni olmalıdır. Getdi. Cavabım olacaq A variantı. Sonra, baxaq. 28-ci suala. They want. He gəlməz, she gəlməz, I gəlməz. Want-dan da sonra to gəlməlidir. Burada to yoxdur. Cavabım oldu A variantı. Baxaq 29-cu suala. Sual çox mükəmməl sualdır əslində. Asked-dən sonra to gəlməlidir. Getdi. İndi let-ə baxacağıq. Let-dən sonra to gəlməz. C-də getdi. Cavab qaldı D variantı. 30-a da baxaq. 30-da zaten fill-dan sonra was, shaking, shook, to shook. Shake olacaq, shaking, and olduğuna görə cavab oldu D variantı. Uşaqlar, inanıram ki, sizin üçün faydalı bir video olar. Hər birinizə uğurlar. PDF-də əldə eləmək istəyirsinizsə,
Telegram kanalımıza qoşula bilərsiniz. Sağ olun, salamat qalın.